Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Uzun müddət idi ki, video çəkə bilmirdik. Biraz baş qarışıq idi, həm də yağışlı oldu havalar. Yəni elə bir imkan olmadı. Ona görə artıq yaz gəlibdir, hər yer yamyaşıl. Təbiətin ən gözəl vaxtıdır. Heyvanlarımız artıq otlayıblar. İndi orada bu təbiətin ən gözəl vaxtının deyək, ləzzətini, dadını çıxartmağa çalışırlar. Səhər otlayıblar deyə indi biraz rahatdılar orada. Bəziləri dincəlir, bəziləri yatır. İndi gedək görək nətərdir vəziyyətləri. Demək, bu günləri sizə nədən danışmaq istəyirəm? Belə bir sual ortaya çıxır ki, yəni neçə keçiyə bir təkə qatılmalıdır və yaxud da ki, bir təkə neçə keçi üçün yetərli ola bilər. İstəyirəm bununla bağlı sizlə öz bildiklərimizi paylaşaq. İndi sizin də əlavə bildiyiniz varsa, məlumatlarınız varsa, siz də bizlə paylaşsanız şad olardıq. Mən öz təcrübəmə əsasən deyirəm ki, nəzəri olaraq bir keçi təqribən 20, yəni bir təkə yaşına görə dəyişəndə 2-5 yaş arası bir təkə 20-50, 30-50 keçiyə yetərlidir. Belə bir nəzəriyyə var. Amma mən öz təcrübəmdən, son 3 ildəki təcrübəmizi deyək də, 3 il bundan əvvəl 1 yaş yarımlıq təkəni 70 keçinin içinə qatdıq. Heç bir problem olmadı. Açığı deyim ki, bunu bir neçə dəfə demişəm. Keçilər təkəsini götürdükdən sonra həmin ərəfədə mən özüm də biraz narahat oldum ki, yəni problem ola bilər. Çünki keçinin sayı çox idi və bir təkədə 70 keçi üçün yəni ən üst, belə deyim də, sərhəddir. Ciddi şəkildə narahat oldum ki, birdən problem çıxar, amma şükür Allaha həmən il heç bir problem çıxmadı. Növbəti il eyni təkəni 50 keçinin içinə qatdıq. Yenə heç bir problem çıxmadı. Artıq 2 yaş yarımındaydı o təkə. Keçən ildə bir illik təkəmizi, Silent təkəsini 30 keçinin içinə qatdıq. Düzdür, onun yanında bir Mursiana da var idi. Ona görə qarışdı. Amma ümumi olaraq öz təcrübəmdən deyirəm ki, əgər təkə yaxşıdırsa, yəni təkənin canı yaxşıdırsa, gücü yerindədirsə, aktivliyi yaxşıdırsa, təqribən 2 yaş yarım, 2 yaşında bir təkə 30-40 keçi üçün normaldır yəni. Amma cavan təkədirsə, 1 yaşında bir təkədirsə və yaxud da ki 8-10 aylıq bir baladırsa, onda bunu məsləhət odur ki, hardasa 15-20 keçiyə qatasınız. Yəni əgər keçinin içinə 1 yaşında və yaxud da ki 10 ayında, 9 ayında çəpişlər qatmaq istəyirsinizsə, onda 15-20 keçiyə bir dənə təkə nəzərdə tuta bilərsiniz ki, bu daha yaxşıdır və daha, dediyimdə, riski az ola bilər. Amma açığın deyim, təsərrüfat sahibləri, təsərrüfatla məşğul olan bunu daha yaxşı bilir. Yəni, keçi seçimindən daha vacib bir məsələ təkə seçimi. Çünki sizin alacağınız bir dənə keçi, və yaxud da ki 5 dənə keçi problem çıxarsa, bu 1 və ya 5 keçidə problem çıxa bilər. Yəni, o heyvanlar yaxşı bala verməz, nə bilim, qısır qala bilər, yəni boş keçə bilər keçi. Amma təkədə problem olarsa, sizin bütün sürünü məhv eləyə bilər, yəni. Düşünün, 30 dənə, 40 dənə, 50 dənə keçinin içinə qatırsınız təkəni və təkə qatımından sonra 5 ayda gözləyirsiniz ki, bala olasıdır, ya balalarda problem olur, heyvanlar boş olur, yəni təkəsini almamış olur, mayalanmamış olur və sizin demək olar ki, 5-6 aylıq bir əziyyətiniz boşa çıxmış olur. Ona görə ən vacib məsələlərdən biridir, yəni təkə seçimi, təkənin canının yaxşı olması, təkənin baxımının düzgün olması, təkənin sağlam olması, təkənin geninin güclü olması, təkənin fiziki vəziyyətinin yaxşı olması sizin birbaşa təsərrüfatınıza təsir edir. Ona görə ən əhəmiyyətli məsələlərdən biridir. Yəni gedib
hər yerdən də təkə almaq olmaz. Maksimum çalışmaq lazımdır ki, bildiyimiz bir təsərrüfat olsun, sağlam heyvan olsun, heç bir qüsuru olmasın və həmçinin də heyvanın içinə qatmazdan öncə təkəyə maksimum dərəcədə yaxşı baxmaq lazımdır ki, canı yaxşı olsun. Plus da məsləhət budur ki, təkə qatım vaxtında deyək ki, məsələn 30-40 keçinin içinə təkəni qatdırsa, bu təqribən 15-20 günə, bəlkə də bir aya keçilərin hamısı təkəsini götürə bilər. Çünki təkənin də müəyyən bir gücü var. Ona görə məsləhət budur ki, təkə həmin vaxt təkənin qidalanması yaxşı olsun. Plus da əgər alınarsa, məsələn, təkəni bir həftədən sonra mümkündürsə 1-2 gün dincəldib, ondan sonra təkrar buraxmaq. Bunlar əsas diqqət olunacaq məsələlərdir ki, məhsuldarlıq yaxşı olsun və əgər keçi sayı çoxdursa, misal üçün 50-60 keçi varsa, dediyim kimi, alınarsa, imkan olarsa, birdən çox təkə qatmaq daha yaxşıdır. 2 dənə təkə olarsa, həm heyvanlar eyni vaxtda təkəsini götürəsidir və bala alımı daha yaxşı, eyni vaxtda, bir vaxtda düşəsidir və heyvanların boş qalması, balaların hansısa bir defektlə, qüsurla doğulmasının da qarşısını almış olarsınız. Ümumi olaraq bunu deyim ki, mən məsələn, biz keçən il o təkəni satdıq, amma artıq ciddi şəkildə peşman oldum ki, o təkəni kəş satmazdım. Amma hər işdə bir xeyir var. Bu il çəkib videosunu göstərmişdim sizə. Yeni bir hələf təkəsi aldıq. İnşallah bu il onu qatacaq, görək necə olasıdır məhsuldarlığı. Yəni təkə güclü olarsa, yaxşı olarsa, dediyim kimi, mən təcrübə ilə özüm görmüşəm ki, 70 dənə, 50 dənə keçini rahat mayalandırıbdır və rahat heyvanların hamısı bala veribdir. Yəni bir dənə də olsun heyvanda nə qüsurlu doğum olmadı, nə bala atma olmadı, nə çəpişlərdə problem olmadı. Yəni alınan balalarda maşallah olsun, burada bizim bu həmən balalardan var, bu dönmə çəpişlərimiz ki var, keçən ilki. Bunlar həmin təkəmizin balalarıdır. Bu il amma bir problem yaşadıq. Açığı inanmıram o təkədən olsun. Böyük ehtimal ki, biz bu küərlərimizi damda yer yox idi, çox sıxlıq idi. Onları ayrı bir yerdə saxladıq və onların boğazlığının təqribən bir 4-cü ayında çox pis soyuqlar oldu, bir həftəyə yaxın. Həmin vaxt onların qaldığı yer müvəqqəti düzəltdiyimiz bir yer idi. Düzdür, canları yaxşı idi, yeməkləri qaydasındaydı, amma ehtimal ki, onları biz soyuqlatdıq. Ona görə də bu görmüş olduğunuz burada yatan o mələzlərdən biridir. Digər 8 dənə mələz çəpişimiz ki, təkəsini götürmüşdü. Onlardan cəmi 2 dənəsinin balası yaşadı. Amma qalan digərlərinin balaları demək olar ki, doğulandan 1-2 gün sonra balaları öldülər. Onun da səbəbi mən birinci təkədən şübhələnmişdim ki, həmən Mursiana təkəsində bəlkə təkədə problem varmış. Amma eyni təkəni mən keçinin içinə də qatmışdım və keçilər çox normal bir şəkildə bala verdilər. Hal-hazırda olan çəpişlərimizin demək olar bir 40%-ə yaxını artıq rəngindən hiss olunur ki, Mursiana qarışığıdır. Çünki rəngləri başqadır, buynuz quruluşları başqadır. Böyüdükcə hiss edirəm ki, bunlar Mursiana təkəsindən düşüblər. Məsələn, ekiz tayı çəpişlər var. Biri Sanəndən düşüb, biri Mursianadan düşübdür. Yəni, birini baxsan ki, buynuz forması rəngi. Ona görə bu küərlərimizdə mənə elə gəlir, artıq bu qərara gəldim ki, %100 bunları biz soyuğa verdik. Çünki heyvanlar bala verəndə balanın vəziyyətindən, ondan sonra doğumdan sonra bala ilə bir yerdə belə bir bəzən çiksat da gəldi. Böyük ehtimal ki, soyuqlatmışdıq. Amma şükür özlərində bir problem çıxmadı. Düzdür, indi balaları olmadı. Təqribən bir 6 dənə çəpiş o şəkildə getdi. Ona görə yəni təkə seçimi həqiqətən çox kritik məsələlərdən biridir. Yəni ən vacib, ən kritik məsələlərdən biridir. Bütün demək olar ki, sizin əziyyətiniz, heyvanlarınızın sağlamlığı,
sürünüzün sağlamlığı, məhsuldarlığı hamısı ondan asılıdır. Yəni ona nə qədər çox diqqət eləsəniz, onu nə qədər düzgün planlaya bilsəniz, seçiminizi düzgün eləsəniz, o qədər məhsuldarlıq, sağlamlıq yaxşı ola bilər. Mənim bununla bağlı paylaşacağım bu qədər idi. Sizlərin də bir fikri olarsa, əlavələri olarsa, inşallah bizimlə paylaşsa şad olarıq. Artıq heyvanlarımız doyublar. Çünki maşallah bu il yaz yaxşı gəldi, yağış bol oldu. Ot yaxşıdır. Ona görə çox tez bir vaxtda heyvanlar qarnını doydururlar. Biraz da burada dursunlar, ondan sonra aparıb salarıq dama. Artıq dincələrlər. Dediyim kimi, bu mələz balaların cəmi bir dənə Sanənlə Hələb mələzinə Mursiyana qatmışdım. O 3 tərəfli mələzləmə. Cəmi bir dənəsi qaldı onun. Bir dənə də bizim özümüzün Sanən Hələb mələzi ağ təkəmiz vardı. Onu da çəkib göstərmişəm. Rus keçilərimizin balasının biri var. Onunla da onun balası olubdu. O da bir maraqlı bir çəpişdi. İnşallah irəli dönəmlərdə onları da sizə çəkib göstərərik. Artıq heyvanlar qarınlarını doydurublar deyə çox rahatdılar. Havalar yavaş-yavaş isinir. İsindikcə də heyvanların otlama saatları da azalasıdır. Bu yaz vaxtı nə qədər heyvan yaxşı otunu götürərsə, canı yaxşı olarsa, o qədər yaxşıdır. Daha sağlam olar. Yavaş-yavaş bunları artıq aparaq. Geçsinlər, dincəlsinlər. Çünki burada yatdıqlarına gedib damda yatsılar, daha yaxşı olar. Rus keçilərimizdən də bir dənəsi hələ bala verməyibdi. Ondan nəsə problem oldu. Bu arxada gedən. Onun dindilərdə bala verməlidir. Bu da bizim qara hələbimiz. Bu çöyərlərimizdən bir dənə bu Mursiyana. Bu Mursiyanamızın da anasını saxlayamadıq. Bu getdi. Balası yadigar qaldı bizə. Bir dənə Mursiyanamız getdi. 2-3 dənə də 4 dənə də sanəmiz getdi. Ona görə biraz başımız qarışıq idi. Keçilərimizdə şükür yaxşı qutardıq. Aldığımız vaksin bilmirəm, ya saxlanması düzgün olmamışdı, nəsə problem var idi. Heyvanlara vaksin vurduq, xeyir olmadı. Çox pis xəstəlik keçirdilər. Amma şükür Allaha. İtkimiz oldu, bir 2 dənə köyərimiz getdi, 4 dənə keçimiz getdi, amma Allaha şükür yenə yaxşı qutardıq. Bunlar digərləri normal oldular. İndi canları yavaş-yavaş düzəlməyə başlayır. Bu istilər düşənə qədər təqribən 15-20 gündə bu şəkildə otlarını götürsələr, istilər düşəndən sonra heyvan tam sağlam qalar. İnşallah növbəti videolarda görüşərik. Allah amanında hər kəsin Allah təsərrüfatına, malına min bərəkət versin. Allah pis niyyətlərdən, bəd nəzərlərdən qorusun hər kəsin təsərrüfatını.